Rengarenklə Şəbnəm Tovuzlu'nun qalmaqalının ilk addım olmayıb ki. Bəli. Yəni demək istəyirəm ki... Burada fərqli bir dənə üzr istəyirəm Şəbnəm. Bəzi müğənnilər, ay rengarenk qalmaqallıdır. Sən deyirsənsə bu sözü, niyə bunu İlkin Əhmədov demir? Niyə Rəvanə xanım demir? Niyə Gülzar xanım, Sədəf xanım, nə bilim, Xəyalə xanım olsun, Kamilə Nəbiyevası olsun, Nəzakət xanım olsun, Teyyib Aslanov olsun, Təyyar İbrahimov olsun, Məsum İbrahimov, Gülzar Fərəcov. Niyə onlar demir? Çünki onlar rəngarəngdə yox, heç arada qalmaqal etməyiblər. Amma qalmaqal edən müğənniyə mən burada qalmaqaldan sual verəndə, onlar zor qalmaqallı verişir. Mənim haqqımda çox yanlış danışdın. Bir dəqiqə. Sən mənim dostumsan, bu barədə mən qalmaqallı ifaçı olmamışam. Mən sənətimlə, səsimlə gəlmişəm. 2012-dən heç bir aparıcının haqqı deyil. Efirlər istəyir mənə qadağa qoysun. Bundan sonra deyirəm. Efirlər iki siz qarışıq. Dostum, qardaşım, canım olsaz belə. Mənə qadağa belə qoysaz. Heç birimizə o haqqı vermirəm ki, mənə qalmaqallı ifaçı deyəsiz. Məni qalmaqala sizlər salmışsınız. Zamanında. Bax, indi bu dəqiqə siz istəmirsinizsə... İstəmirəm. Mən burada bayaqdan dayandırıram. Zaur, bitirək bu söhbəti. Yox, siz istəmirsiniz deyə... Başlayırsınız, sənətkar, sənətçi, filan belə... Sənətdən danışırdı. Sənətkar danışmağının qalmaqala nə aidiyyatı var? Zaur, qurban olun. Qoy gəlmişik, nə olar, sərsər qanımızı qaraltmayaq. Qoy gözəl mahnılar eləyək də. Niyə kimlərsə müzakirə eləyək burada tam? Gəl bura sənət sözüm var. Gəl sözüm var deyirəm. Dayanın.